Salam və rəhmətullah və bərəkət. Türkiyədə olan Əbu Hanzəli adlı dəvətçi müasir bugünkü xavariclərin nümayəndəsidir. Heç bir şək, şübhə olmadan bugünkü müasir xavariclərin nümayəndəsi olur, qardaş. Kimsə deyə bilər ki, bunu nə hardan bilmək olar? Onun dərslərindən. Ən azı götürüb bir neçə dərsinə qulaq assan, bu sənə aydın olacaq. Çünki dərslərində ancaq onu bunu təkfir etməklə, onu kafir saymaqdan başqa bir şey yoxdur. İkinci də ki, YouTube'da açıq aydın Şeyx Albani rahimehullah kafir deyir. Açıq aydın şəkildə deyir ki, kafirdir Şeyx Albani. Yəni indiyə kimi bizə onu sələf adı ilə yer ediblər. Ona görə də o insan müasir xavariclərin nümayəndəsidir bu günlər. Onu görənçi insanlara qulaq asmaq olmaz. Ümumiyyətlə müsəlman gərək həmişə dininin qayğısına qalsın. Dininin qeyrətini çəksin. Dinini qorusun. Kimdən gəldi, nə gəldi götürməməlidir. Kimə gəldi qulaq asma. Nə olsun ki, indi ayədən danışdı və yaxud hədisdir. Bu o demək deyil ki, o sələfidir. Ona görə də elə insanlardan uzaq olmaq lazımdır, qardaş. Elə insanlara qulaq asma olmaz.